İsmayıllı rayon icra başçısı Nahid Bağırov açıq bazar fəaliyyəti ilə məşğul olur. Nahid Bağırov yeni vəzifəyə təyin olunanda etdiyi əmələ görə prezident tərəfindən töhmətə layiq görülüb, ancaq rayon icra başçısı bundan nəticə çıxarmadı. Əvvəla keçmiş hərbiçini İsmayıllı şəhər icra nümayəndəsi təyin etməklə böyük səhvə yol verdi. Hazırda həbsdə olan sabiq şəhər nümayəndəsi Əlişir Süleymanov hələ briqada komandiri işləyən zaman etdiyi qanunsuz əməllərinə görə işdən qovulmuş, hərbidən ehtiyata buraxılıb. Gərək ki, ona bu təyinatı verən zaman bunlar nəzərə alınmalı idi. Əlişir Süleymanov şəhər icra nümayəndəsi işlədiyi müddətdə rüşvətə qurşandı və şəxsən icra başçısı Nahid Bağırovun göstərişi ilə obyektlərdən rüşvət alaraq başçıya çatdırırdı. İsmayıllıda iş adamı kimi tanınan, əslində meşələri qırmaqla materiallar istehsal edən Ağakərim Dəmirov şəhər meri Əlişir Süleymanova bildirdi ki, rayonda şadlıq sarayı tikmək istəyir. Şəhər meri Ağakərim Dəmirovdan 50.000 manat pul alaraq icra başçısı Nahid Bağırova çatdırıb. 2000 kvadrat metr ərazidə qanunsuz inşa edilən Aysu Şadlıq Sarayı hazırda fəaliyyət göstərir. Həmin Şadlıq Sarayının heç bir sənədi yoxdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Finnin Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin, Finnin Dövlət Yanğın Nəzarəti İdarəsinin heç birinin razılığı hər hansı sənədi olmadan böyük bir şadlıq sarayı inşa edilib. Ancaq İsmayıllı rayonunda hansı bir adi vətəndaş daş üstə daş qoymaq istəsə dərhal başının üstünü icra nümayəndəsi, bələdiyyə və en alır. Aysu Şadlıq Sarayının bütün sənədləri yoxlanılsa tikintinin tam qanunsuz aparıldığı sübut olunacaq. Rayondan bir neçə şəhid anasına minnət edib prezident administrasiyasına göndərirlər ki, qoy cənab prezident sabiq şəhər meri Əlişir Süleymanovu azad etsin. Nahid Bağırov bunu ona görə edir ki, Əlişir Süleymanov icra başçısına hədə göndərib ki, əgər onu məhkəmə hökmü ilə məhkum etsələr bütün həqiqətləri açıb danışacaq.